Salam əziz izləyicilər və Fikirli kanalının takipçiləri. Bugün sizlərin qarşısında sıx yaşanan Telegram problemi ilə qarşınızdayım dostlar. Əslində bu çoxdanın problemidir. Hardasa mən sizə deyim 2 ay, 3 ay olar bunun problemidir. Sadəcə mən başıma yeni gəldi və bu Telegramı yenidən yükləyənə və yaxud da telefondan silib təkrardan yüklədikdə bu Telegram SMS göndərməmə problemi və SMS göndərdikdə ödəniş istəyir dostlar. Bunun probleminin həllini göstərəcəm sizlərə bugün və şəxsi fikirlərimi bildirəcəm. Təbii ki, məndə necə həll oldu? Ola bilər ki, bu metod sizdə işləməyə də bilər. Telegram sıx-sıx güncəllənir. Fərqli metodlar var. YouTube-da da görmüş olarsınız dostlar. Fərqli metodlar var. Çox uzatmadan keçək kompüterimizə və telefonumuzun ekranına. Görək mən bunu necə həll edirəm. Dostlar, keçdik telefonumuzun ekranına. Deməli, burada bir məsələ var dostlar. Məndə fərqli şəkildə həll olundu. Yəni, mən bunu fərqli bir şəkildə həll elədim. İndi isə bu videoda mən sizə nə demək istəyirəm? Fərqli YouTube-da metodlar var dostlar. Telegramın hansı köhnə versiyasını yüklənəm, VPN yüklə zat. Hamısını yoxlamışam, məndə işə yaramadı, şəxsən məndə. Ola bilər ki, 1 ay, 2 ay bundan əvvəl bu metodlar işə yarayıb dostlar, amma məndə fərqli şəkildə həll elədim. Dostlar, deməli Telegramı çox uzatmadan bu şəkildə mən yükləmişəm. Qeyd edeyim ki, əgər telefonunuzda Telegram yüklüdürsə, bunu silməmişdə və fikirləşin, çünki sildikdən sonra təzədən yüklədikdə bu SMS problemi ortaya çıxır və sizdən ödəniş istəyəcək. Baxın, Telegramı bu şəkildə açıram. Start Messenger deyirəm bu şəkildə və burada məndən nömrə soruşur, təbii ki, normal halda. Burada telefon nömrəmi tez bir şəkildə yazıram. Deməli, bu şəkildə ekranda sizdən Gmail hesabı istəyir. Əvvəllər belə bir şey yox idi. Gmail istəmirdi səhvləmirəmsə, birbaşa kod göndərirdi və yaxud da WhatsApp-a kod göndərirdi sizin WhatsApp nömrənizə bağlı olan. Bura bir ədəd email adresi yazıram və yaxud da telefonunuzdan da seçə bilərsiniz. Hansısa bir email adresini yazırsınız, fərqi yoxdur. Nə yazırsınızsa yaza bilərsiniz. Sadəcə telefonunuzda aktiv olsun ki, həmən Gmail adresinə sizə kod gəlir. Giriş etdikdə SMS fee, yəni sizdən SMS göndərmək üçün $1.25 ödəniş istəyir və 1 aylıqda Telegram Premium hədiyyə eləyir. Bu şəkildə sizdə də ekran gələcək. Çox adam bilirəm, burada nə soruşur, yəni buna pul ödəməmiş necə keçmək olar? Dostlar, mən bunun ödənişini eləmişəm. Daha sonra ödəniş elədikdən sonra başıma nələr gəlib, bunun hamısını izah edeyim. Yəni mən necə həll eləmişəm? Bu mənə məxsus bir metoddur. Ola bilər sizdə işə yaramaya bilər və yaxud da başqa bir metodla həll eləyə bildiniz. Yəni mən bu şəkildə eləmişəm. Qeyd edeyim ki, burada etdiyiniz ödənişlərə özünüz cavab deyilsiniz. Fikirli kanalı heç bir halda bura cavab deyil. Sadəcə mən özüm necə həll eləmişəm, onu sizlərə göstərmək istəyirəm. Dostlar, sign up for free 1.25. Bunu ödəyirsiniz. Yəni mən ilk öncə bunu ödəmişəm dostlar. Yəni bizim pulun hardasa 2 manat belə eləyir. Vergi ilə bir yerdə hardasa 2 manata gəlib çıxır. Bunu buradan sign up etdikdə burada gördüyünüz kimi belə bir ekran çıxır. Çox güman ki, sizdə kart bağlı olmayacaq. Yəni Telegram, Google Play Store-da. Onun üçün də burada kredi və ya banka kartı eklə bölməsinə klik eləyərək burada kart məlumatınızı yazırsınız. Baxın, bu şəkildə gördüyünüz kimi mən yazıram. İndi burada sual yaranacaq ki, bunu ödəniş eləyirəmsə bu videoya niyə baxıram? İndi mən daha sonra başıma gələnləri sizə izah eləyəcəm. Ödədiyim ödəniş mənə geri necə ödədilər? Bunu hamısını izah eləyəcəm. Bu şəkildə kart nömrənizi və ay, il şəklində və 3 rəqəmli kodu daxil edirsiniz və kartı qayd edirsiniz dostlar. İndi mən burada ödəniş eləməyəcəm. Ödəniş eləmişəm, bir dəfə öz telefonumda həll eləmişəm. Bu başqa bir telefondur. Onun üçün bura təkrar ödəniş eləməyəcəm. Bağlayırsınız və ödəniş edirsiniz. Bir kərə sıxdıqda avtomatik kartdan pul çıxacaq. Yəni boş bir istifadə eləməniz kart ola bilər. İçərisinə 2 manat yükləyib güvənmirsinizsə. Onsuz da Google Play Store bildiyiniz kimi rəsmi bir şeydir. Heç bir halda burada nəsə bir şey olmur. Yəni mən özüm şəxsən ödəniş eləmişəm. Ödəniş elədikdən sonra dostlar SMS gəlir sizə. SMS gəldikdən sonra yəni, normal şəkildə Telegramınız açılır. İndi sizə burada bir sual yaranır. Yəni bunun nə mənası var? Ödəniş elədikdən sonra çox adam buna baxır ki, ödəniş eləməsin. Dostlar, mənə 2 gün, 3 gün sonra bu ödədiyim məbləğ, hansı ki 1.25 geri qaytarıldı. Yəni mən heç bir halda Google Play Store-dan geri ödəniş tələbində, yəni tələbi göndərməmişəm. İndi isə onun mailində sizlərə qısa bir şəkildə göstərim. Gmail adresimə daxil olduqda belə bir Google Play-dən mənə hardasa 2 gün sonra belə bir mesaj gəldi. Burada mesajda yazılır ki, sayın kullanıcımız bu işlem nömrəsidir. Nömrəsi gerçəkdən 1.25 tutarındakı 1x Telegram Premium. Yəni bu bayaq göstərdiyim $1.25 Telegram
Telegramın SMS-ini ödədiyimiz məbləğdir. Satın alma işləmi üçün tərəfinizə ödəmə yapdıq. Yəni bu mənə geri ödəniş elədi. Siz də prov eləyə bilərsiniz dostlar. Məndə bu şəkildə həll oldu və pulumu kartıma qaytardı. Bu da bankla əlaqədar sizin kartınıza səhv eləmirəmsə 5 gün, 10 gün ərzində dəyişir. Bu ödəniş eləyirlər, geri ödəniş eləyirlər. Yəni Google Play Store-da bildiyiniz kimi geri ödəniş tələbi deyə bir şey var. Əgər bu haqqda videolar istəyirsinizsə, Google Play-də hansısa bir proqrama ödəniş elədikdən sonra onun pulunu necə geri almaq olar, onun haqqında da video çəkə bilərəm dostlar. Qeyd edeyim ki, onun haqqında da məlumatımız var. Əgər istəsəz yorumlarda yazın və ya da bu videoya baxış gəlsə mən çalışaram ki, videosunu çəkəm. Deməli dostlar, bunu mənə geri ödədilər. Yəni burada da nəticədə nə oldu? Mən pulsuz bir şəkildə SMS əldə etmiş oldum. Düzdür, ödəniş elədim, daha sonra bunu geri ödədilər bu şəkildə. Dostlar, fərqli metodlar var. Yəni YouTube-da var, biri VPN yükləyir, biri başqa. VPN ümumiyyətlə məsləhətli bir şey deyil. Biri Telegramın köhnə versiyalarını yükləyir. Ola bilər ki, bu 1 ay, 2 ay bundan əvvəl istifadə olunanda işləyirdi, amma hal-hazırda məncə işləmir. Çünki mən hamısını yoxlamışam, bütün videolara da baxmışam. Yəni bu şəkildə mən problemimi həll eləmişəm. Qeyd edeyim ki, bura ödəniş eləmək sizə özünüzə qalıb. Yəni Google Play Store-a. Yəni mən şəxsi fikrimdir. Şəxsən mən bunu bu şəkildə eləmişəm. Əgər faydalı oldusa, nə gözəl mənə. Kommentlərdə yazın sizin başınıza nələr gəldi. Bu ödənişi sizə də geri qaytardılarmı? Sadəcə mən geri ödənişi aldım. Bu şəkildə özləri qaytardı. Yəni heç bir şey eləməmişəm. Heç bir tələb də eləməmişəm. Bu şəkildə mənə geri ödəniş oldum. Dostlar, videomuz bu qədər idi. Ümid edirəm ki, sizlərə faydalı oldu və bu Telegram problemi telefonunuzda həll olar. Təqdim etdi Fikirli kanalı.